Salam, hörmətli əməkdaşlar, hər birinizi xoş gördük. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, diyetoloq, nutrisioloq kimi fəaliyyət göstərirəm. Sabira Wellness-də şirkətində həm təlimçi, həm ekspert kimi çalışıram. Məqsədimiz bütün məhsullarımızı sizə mexanizmini, ən əsası hansı prosesdə istifadəsini izah etməkdir. Bugünkü təlimimizdə əsas məqsədi bu yaxın zamanda satışa çıxacaq olan yeni məhsul bu glitin haqqında olacaqdır. Əsas mənim məqsədim həm də şirkətimizin ondan ibarətdir ki, ə, məhsul satışa çıxmamışdan öncə ilk olaraq onun bizim bədənimizə lazım olub olmadığı, hansı proseslərdə biz bunu istifadə etməliyik, yaş qrupunda dozalarda miqdarlarını öyrənməkdir. Və inşallah bu saatlar ərzində glitin haqqında ümumi bir biokimyaçı olaraq, bir nutrisioloq olaraq sizə dərin izah verəcəm. İlk olaraq glitin adından da gördüyü kimi əsas amin turşusularından biridir. Lakin glitin çox sadə bir amin turşusu olsa da, mən onu bir biokimyaçı olaraq ən ağıllı bir amin turşusu sayıram. Çünki onun funksiyası həddindən artıq çoxdur. Bugün demək olar ki, müasir bizim stresimiz, yuxusuzluğumuz, qida pozğunluğu tam bir yaşlanma ilə mübarizə, glitin burada yeni bir açar hesab olunur. Hətta araşdırmalar göstərir ki, yəni 2020-ci və 2024-cü illər arasında aparılan araşdırmalar glitinin istifadəsinin 30%-dən çox insanlarda artıbdır. Çünki müasir dövrümüzdə orqanizmin həddən artıq detoksa ehtiyacımız var. Sinir sisteminin sakitlənməsinə ən əsası isə bu glitinin burada zülalın sintezində rolu danılmazdır. İlk olaraq gəlin glitin haqqında qısa məlumat verək. Glitin nədir? Glitin amin turşusudur. Bizim bədənimizdə ən sadə struktura malikdir. Hətta burada şəkildə kimyəvi formulunda qoymuşam, baxa bilərsiniz. Glitin ümumiyyətlə digər amin turşularından fərqli olaraq çox sadə quruluşu var. İki atomdan ibarətdir və ona görə də elə adı sadədir. Digər demək amin turşulardan fərqli olaraq isə onlar çox atomlardan ibarətdir. Lakin bu çox sadə bir quruluşa malikdir. Və glitin bizim bədənimizdə əlbəttə ki, sintez olunan bir amin turşusudur. Və əlavə olaraq həm də əlavə qəbulu zamanı bu bizim bədənimizdə əlavə dəstək verir. Əsasən daha nə zaman qaraciyərdə, dəridə, sinir sistemində, əzələ toxumalarında toplanır. Yəni bizim bədənimizdə glitin özünü sintez edə bilir. Lakin indi irəliləyən saatlarda bunun əlavə dəstəyi bizdə hansı funksiyaları yerinə getirir ona baxacağıq. İlk olaraq glitinin bizim bədənimizdə harada işləyir, necə istifadə olunur və mexanizmlərinə gəlin bir yerdə baxaq. Birinci, glitin zülal sintezi üçün tikinti elementidir. Kollagenin çünki 1/3 hissəsini glitin təşkil edir. Bilirsiniz ki, bütün təlimlərdə biz bu kollageni ümumiyyətlə stimullaşmasında, kollagenin sintezindən çox danışırıq və təsəvvür edin ki, 1/3 hissəsi kollagenin glitindən təşkil olunduğu üçün glitin bizim üçün çox önəmli bir amin turşusudur. Sonra nə mexanizmlərə malikdir? Glutatyon sintezində əsas da antioksidan sisteminin komponentidir. Yəni glutatyon çox eşitmişik ki, yəni qaraciyərdə istehsal olunan bir antioksidantdır. Yəni qaraciyərdə olan toksinləri təmizləyir və o glutatyon ümumiyyətlə 3 amin turşusundan ibarət olduğu üçün onun da biri glitindir. Yəni burada da olmazsa olmazın glitinin əsas rolu var. Ən önəmli mərkəzi sinir sistemində neuromediator kimi işləyir, yəni siqnal ötürücü funksiyanı yerinə yetirir. Ən əsası da sakitləşdirici siqnalı neyronlardan bir-birinə ötürür. Detoks mexanizmi işini görür, hansı ki, qaraciyərdə toksinlərin neytrallaşmasında iştirak edir və ən önəmli isə həzmdə və öd kisəsinin sintezi üçün ən vacib amin turşularından biri hesab olunur. İndi gəlin ayrı-ayrılıqda ümumi olaraq glitin
mexanizmini ayrı-ayrılıqda izah edək. Birinci, ilk olaraq bilirik ki, hər kəs qlitini sinir sistemi ilə bağlı bir amil turşusu kimi tanınır. Glitin ümumiyyətlə beyində neyromediator kimi işləyir, yəni GABA sistemini gücləndirir. GABA sözünü çox eşitmiş olarsınız. GABA özü bizim beynimizdə bir sistemdir. Əgər biz həddindən artıq stresə məruz qalırıqsa da, çox həyəcanlıyıqsa da, sinirlərimiz çox oyaqdırsa da, bizim GABA sistemimiz aktivləşir. Lakin həyat tərzimiz bu GABA sistemini bəzən aktivliyini aşağı salır. Məhz burada GABA sisteminin aktivləşməsi üçün bizə glitin lazımdır ki, həmin o GABA sistemini gücləndirərək bizim beynimizdəki olan o sakitləşsin, hüceyrələrə siqnal oturur ki, sakitləş, yəni dayan, yəni bir stop düyməsi olaraq burada işləyir. Və nəticədə isə biz burada sakitləşmə prosesini görürük, yuxunun dərinləşməsi, ən əsası da hormonların azalmasını. Hətta burada şəkildə də qoymuşam, baxa bilərsiniz. Bu bizim demək hüceyrəmizdir və bunlar da bu göy halqalı olan bizim neyronlarımızdır. Bir-birinə demək siqnal ötürürlər. Və bu halqaların içində isə glitin molekullarıdır. Glitin molekulları olan neyronlarda bu sinir sisteminə yapışaraq burada reseptorlarda bir ötürmə prosesi yaranır ki, burada da istər-istəməz bizim sinirlərimiz yatışır və keyfiyyətli yuxunun biz stimullaşdığını görürük. Və araşdırmalar da hətta bunu sübut etibdir ki, 3 qram glitin yuxu keyfiyyəti, yəni yatmazdan əvvəl glitin qəbul edirsə, hətta 3 qrama qədər qəbul edilən glitin heç bir toksik bir reaksiya vermədən yuxu keyfiyyətini 43% yaxşılaşdırıbdır. Bu demək sinirlə, demək sinir sistemi ilə bağlı bir prosesdir. Sonra isə hansı mexanizmdə işləyir dedik? Glitin və qaraciyər detoks prosesində iştirak edir. Glitin glutatyonun tərkib hissəsidir. Yenə deyirəm ki, yəni glitin bir amin turşusudur. Bizim qaraciyarımızda glutatyon adlı bir maddə var ki, bu maddə həmin bu toksinləri, yəni toksin dedikdə içdiyimiz dərmanların belə deyim, toksinlərini, alkoqol qəbul ediriksə də onun metabolitləri olur və yaxud da yediyimiz qidaların artıq ifraz olunmuş maddələri bunu çıxartmaq üçün, yəni qaraciyarını təmizləmək üçün bizə glutatyon lazımdır. Glutatyonun da əsas tərkib hissəsi 3 amin turşusudur ki, hansı ki bunun biri də glitindir. Yəni glitin glutatyonun əsas hissəsi olduğu üçün, yəni bizim orqanizmimizin həddindən artıq ona çox ehtiyacı var. Glitin qəbulu nəticəsində nə baş verir qaraciyarda? Ümumiyyətlə demək olar ki, amonyakın səviyyəsi azalır. Amonyak bilirik ki, bəzi bizim həyat tərzimizdən, yediyimiz qidalardan belə bədəndə çoxalır. Bu da yaxşı bir maddə olmadığı üçün bizim belə deyim, qanımızda toksinlər yığılır və bunun üçün amonyakın səviyyəsini aşağı salmaq üçün bizim glitinə ehtiyacımız var. Bundan əlavə yenə deyirəm, həddindən artıq çox alkoqol qəbul edən insanlarda həmin bu bərpa prosesini sürətləndirir. Çünki alkoqol qəbul edən insanların artıq metabolitlər olur ki, yəni spirtli içkilərdən qalan metabolitlər və onun həmən orqanizmdən çıxması üçün və qaraciyərin yenidən bərpası üçün bizim burada glitinə ehtiyacımız var. Sonra glitin burada hansı prosesdə iştirak edir? Dəri və bağ toxumasında ən önəmli proseslərdən biridir. Təlimin əvvəlində dedim ki, glitin ümumiyyətlə kollagenin 33%-ni glitindən ibarətdir. Ümumiyyətlə dəri elastikliyidir, yaraların sağalmasıdır, saç dəri sağlamlığıdır, dırnaq sağlamlığıdır. Hamısı bu glitindən belə asılı bir prosesdir və bunun üçün də glitin olmadan heç bir kollagen strukturundan söhbət gedə bilməz. Əgər biz istəyiriksə də dərimiz həddindən artıq çox cavan olsun, oynaqlarımız sağlam olsun, hətta toxumalarımızın bərpası belə həmin bu amin turşusundan asılıdır. Şəkildə gördüyünüz, diqqətlə baxmağınızı istərdim ki, bu şəkildə gördüyümüz
Demək kollagen molekuludur. Yəni bu uzun şəkildə bir-birinə bağ şəklində bağlanıbdır və bu kollagenin tərkibinə baxdıqda baxın burada bu kollagenin bağının içində qlisin amin turşusu var. Yəni məhz kollagenin tərkib hissəsində qlisin amin turşusu onun strukturunu düz şəkildə etməyə məcbur edir. Yəni əgər glisin yetəricə olmasa orqanizmdə. Yəni burada bir əyilmə prosesi gedəcək ki, hansı ki kollagenin stimullaşması azalır və elastikliyi istər-istəməz aşağı düşür. Ə, yenə deyirəm, bəli, bizim bədənimiz həmin bu qlitini istehsal edir, özü yəni sintez edir. Lakin bizim indiki həyat tərzimiz, yəni həddən artıq çox ultrabənövşəyi şüaya biz məruz qalırıq. Ondan sonra dərimizdə nəmlilik balansı itir, stresslərə məruz qalırıq və bu glitin bizim bədənimizdə sintez olunan glitin demək olar ki, yetmir bu prosesə və bunun üçün də əlavə şəkildə içilməlidir ki, bu kollagenin belə bu şəkildə, düz şəkildə olması üçün, stimullaşmaq üçün bizim məhz burada glitinə ehtiyacımız var. Sonra glitin hansı mexanizmdə işini görür? Əlbəttə ki, glitin və əzələlər bir yerdə burada bir mexanizmi var ki, hansı ki bilirik ki, son zamanlarda insanlar həddindən çox idman zallarına üz tuturlar və dayanmadan fiziki yükə məruz qalırlar və burada istər-istəməz bir əzələ zədələnməsi müşahidə olunur. Məhz əzələ zədələnməsinin azalması üçün və həmin o əzələlərin bərpasının sürətlənməsi üçün bizdə burada glitinə ehtiyac var və insanlar bilmədən, yəni fiziki yükü birdən normadan artıq edirlər və bizim bədənimizdə olan glitin molekulu və ona yetmir və ona görə də burada əzələ zədələnməsi baş verir. Hətta zədələnmədən əlavə də əzələ öz işini bərpa etmir. Yəni özü özünü bərpa etmir. Və bunun üçün də bizə lazım olan burada ən önəmli glitindir ki, burada həmin bu prosesin qarşısını ala bilək. Və əlbəttə ki, burada glisin düzdür, tək işləmir, alanin və sisteinlə bir yerdə işləyir və ona görə də idmandan sonra bərpadırsa da, xroniki bir yorğunluq varsa da mütləq bu glitin olan preparatı burada biz istifadə etməliyik. Keçək dozalarına və istifadə qaydalarına. Bu çox önəmlidir. Əlbəttə ki, belə deyim, bir araşdırma apararkən, yəni bu təlimi hazırlayarkən kiçik bir araşdırma etmişdim ki, hansı ki glitin, yəni sizlər də görmüş olarsınız, fərqli dozalarda olur, fərqli milliqramlarda olur və burada çox diqqətli olmağınızı istərdim. Hətta belə deyim, özünüzdə qeydlər aparmağınızı istərdim ki, glitinin miqdarı, yəni birləşmə formulunda ola da bilər, saf maddə kimi də, yəni bir ion şəklində də olur. Bizə sırf saf maddə şəklində lazımdır ki, hər hansı bir qida əlavəsinin tərkibində saf glitin nə qədərdir? Yəni ən önəmli budur və bu araşdırma əsasında və bir də buna rast gəldim ki, yəni hal-hazırda Azərbaycanda demək olar ki, glitin yoxdur. Yəni mən burada mənim üçün də bir sevindirici haldır ki, yəni glitin bizim bədənimiz üçün çox önəmlidir və burada da glitin hal-hazırda Azərbaycan bazarında olmadığı üçün, yəni əvvəllər olub, indi hal-hazırda olmadığı üçün və bu da bizim üçün müsbət bir addımlamadır ki, yəni şirkət olaraq glitin qida əlavəsi bizdə inşallah satışa çıxacaqdır və biz bunu düzgün şəkildə istifadəyə verəcəyik. Və burada miqdarlara baxdıqda, demək, Sabira Wellness-in inşallah təqdim edəcəyi yeni məhsulu tezliklə 2 kapsulun içərisində saf glitin 1241 milliqramdır. Baxın, ola bilər ki, siz özünüz də araşdırma edərsiniz, lakin burada mütləq ayır etməyini istədiyim bir məqam var ki, burada milliqram, qram burada fərqlənir, hətta molla da verə bilərlər, yəni buna diqqət edin. Burada bizim Sabira Wellness-in məhsulundan söhbət gedirsə də, saf glitin 2 kapsuldan söhbət gedir. 2 kapsulda 1241 qram bizdə glitin var.
Qramla götürəndə 1,2 qram da yəni deyə bilərsiniz. Tövsiyə olunacaq doza əlbəttə ki 2 kapsuladır. Yəni gün ərzində 2 kapsuladır. Səhər, axşam yeməkdən sonra olacaqdır. Əgər yuxu problemi yaşayan bir insan varsa da, həddindən artıq çox stresə məruz qalırsa da, bunu axşam yeməyindən sonra deyil, yatmazdan 1-2 saat əvvəl qəbul etməyi daha məntiqlidir. Çünki araşdırmalarda çox baxdım ki, demək, əgər bir yuxu problemi olan bir insanda yatmazdan əvvəl içiləcək bu qlisin daha yaxşı effekt verir. Yəni yuxu keyfiyyətinin 40% artımı müşahidə olunubdur. Qış müddətini, yəni bir ay içdik. Bu bizim ümumi, yəni minimum qəbulumuzdur bir ay. Lakin burada 2-3 dəfə təkrarlana bilər. Yəni 2-3 dəfə təkrarlanma prosesi dedikdə ümumi olaraq, yəni bir 2-3 ay dalbadala içə bilərsiniz. Demək, araşdırmalara baxdıqda, yəni özünüz də baxa bilərsiniz. Ümumiyyətlə, araşdırmalar həddindən çox olur ki, yəni bir məhsulu biz təqdim edəndə onun əlbəttə ki biz mənfi cəhətlə də baxırıq, toksikliyinə də baxırıq və yeni araşdırmalarda başqa hansı proseslərdə istifadə olunur və qlisin demək olar ki, ən belə deyim, yüksək belə yüksəklikdə olan bir araşdırma idi ki, onun həddindən artıq qəbulu heç bir toksiki bir reaksiya vermir. Əks olaraq insan bədənində daha yaxşı effekt verir və bunun üçün də dayanmadan, yəni bir 3 ay kurs şəklində, yəni içmək məqsədə uyğundur. Kimlər üçün uyğundur sualına baxdıqda, yəni ilk olaraq bizim tövsiyə edəcəyimiz yəni insanlar kim olmalıdır ki? Yəni ilk olaraq sənin bu məhsula ehtiyacın var. İlk olaraq ən çox yuxusuzluqdan, stres yaşayan insanlara mütləq burada sinir sisteminin sakitləşməsi, yuxunun normallaşması müşahidə olunur. Əgər qaraciyərdə detoks dəstəyi lazımdırsa da, qlutatsion bunda səviyyəsi aşağıdırsa da, ümumiyyətlə qaraciyər fermentlərində yüksəlmə varsa da, məsələn bu ALT-dir, AST-dir, QGT-dir. Yəni əlbəttə ki ilk olaraq bizim tövsiyə edəcəyimiz insanlar bunlar olmalıdır. Dəri və saç dırnaq zəifliyi bəzən olur ki, insanlar elə başa düşürlər ki, bir vitamin çatışmamazlığı, lakin bunda dəridir, saçdır, burada kollagenda problem olduğu üçün biz əgər bu insanlara qlitsin preparatını məsləhət görəndə daha yaxşı effekt almaq mümkündür. İdmançılara və aktiv həyat tərzi sürənlərə ki, hansı ki, əzələ bərpası üçün, enerjisi üçün çox önəmlidir. Və diabet metabolik sindrom olanlar isə, belə deyim, ən son araşdırma idi ki, 2024-cü ildə olmuşdu ki, ümumiyyətlə qlitsin qəbul edən insanlar olubdu ki, və orada müşahidə aparıblar ki, qlitsin ümumiyyətlə insulin həssaslığını yaxşılaşdırır, şəkəri sabit saxlayır və yaşlı insanlar isə burada anti-age təsir olaraq və ən önəmli burada yaddaş və beyin fəaliyyətini dəstəkləmək üçündür. Hətta belə deyim ki, yaşlı insanlara düzdür, biz burada 2 tablet günə 2 tabletdən tövsiyə edirik, yəni yetkin insanlara. Əgər bir insanda həddən artıq çox yaddaş problemi varsa da, yuxusunda problem varsa da və yaşı 50-nin üstüsə də burada günə, yəni biz öz məhsulumuzdan danışıram mən, yəni günə 3 kapsulla qədər qaldırmaq olar. Və son 22-25-ci ilin araşdırmasında da qoyulmuşdur ki, bizim ümumiyyətlə qanımızda glitinin səviyyəsi 300 millimol olur. Yəni mol olaraq bu qədər olur. Lakin onun səviyyəsini glitin qida əlavəsi şəklində içərək və bunun səviyyəsini 900 mola qədər qaldırmışdılar. Heç bir əks təsir olmamışdı. Daha yaxşı effekt almışlar. Yəni 50 yaşdan yuxarı insanlara əgər yaddaş problemi varsa da, yuxu problemi varsa da, problemlər də sadalanmalıdır. Biz burada demək dozanı 3 tabletə qədər qaldıra bilərik. Və əlbəttə ki, uşaqları unutmamışam. Bilirəm ki, sizin üçün də çox maraqlıdır ki, uşaqlarda proses necə olur? Yəni, uşaqlara vermək olarmı? Baxın, uşaqlarda sinir sistemini tənzimləmək üçün glitini demək olar ki, pediatrlar çox tövsiyə edir. Hətta buna da Rusiya Federasiyası institutunda və digər pediatrik institutlarında bir araşdırmalar aparmışdı. Ümumiyyətlə,
glitin uşaqlara yəni tövsiyə olunacaq bir qida əlavəsidir. Lakin burada yaş faktorları çox önəmlidir. Yəni qram olaraq qramları düzgün şəkildə verilməlidir. Çünki burada əsas proses nədir? Çünki uşaqlarda qaraciyərlə bilirik ki, dərmanlar qaraciyərdə sintezləndiyi üçün uşaqlarla böyüklərin qaraciyərlərində funksiyaları eyni olmadığı üçün burada toksiklik deyil, biraz mədə bulantısı və biraz belə deyim, mədə dolması kimi hisslər yaşaya bilər və burada da mütləq çox önəmlidir. Uşaqlara necə təsirinə baxdıqda, demək, QABA sistemi, bundan əvvəl təlimdə də vurğuladım ki, QABA bizim beynimizdə olan aktiv bir sistemdir. Əgər biz həyəcanlanırıqsa da, əsəbləşiriksə də, həmin QABA sistemimiz aktiv olur və bizim neyronlarımıza sakitləş, sus bir siqnalını ötürür. Həmin bu QABA sisteminin, demək, bu glitin QABA sistemi ilə birlikdə işləyir. Yəni, uşaqlarda əsəbdir, hiperaktivlikdir, yuxusuzluğu tamamilə azaldır. Yaddaşı və öyrənmə qabiliyyətini demək olar ki, gücləndirir və beyin neyronlarında ən əsası isə siqnal ötürülməsini artırır. Və son zamanlarda bilirik ki, müşahidə etmişik, həddindən artıq uşaqlar çox streslidir, hətta adaptasiya ola bilmirlər məktəbdə və çox fərqli bir, belə deyim, ortamları var. Məsələn, əvvəllərlə müqayisədə uşaqlar indi çox aqressivdirlər, hətta bir-birlərinə qarşı öyrənməkləri, yəni adaptasiya ola bilmirlər, kontrol edə bilmirlər və bu zaman əlbəttə ki, biz məktəbə gedən uşaqlara da, məktəbə başlayan imtahan əvvəli həmin bu stresin qarşısını almaq üçün biz glitin qida əlavəsindən istifadə edə bilərik. Və yuxu ritmini çox yaxşı təsir edir. İnanın ki, bilirik ki, uşaqlar həddindən artıq çox bu göy işığa məruz qalırlar yatmamışdan əvvəl və bunun qarşısında və bu göy işıq da melatonin hormonunu azaldır. Və bu melatonin hormonunun azalması da uşaqlarda həm immun sistemin aşağı düşməsi, həm bunların boy hormonuna təsir edir və melatoninin bu glitin sintezini artırdığı üçün uşaq daha dərin, həmin o dərin yuxu fazasını görür ki, həmin o melatonin də orada sintez olaraq uşaqlarda daha yaxşı effekt yaradır. Və bunu da demək istərdim ki, uşaqlarda dozalara gəldikdə isə, demək dozalara gəldikdə biz 12 yaşından sonra, məsəl üçün 12-18 yaş aralığını ilk öncə deyim, 12-18 yaş aralığında biz glitini 1000 milliqrama qədər verə bilərik. Hətta belə deyim, 16-dan sonra, yəni həmin Sabira Wellness-in məhsulunu günə 2 tabletdən verə bilərik. 5-10 yaş arası uşaqlara isə biz milliqramla 500 milliqram gün ərzində, yəni maksimum doza 500 milliqram verə bilərik. Burada 3-10 yaş arasında 500 milliqram yenə də uşağın burada ümumiyyətlə çox hiperaktivdirsə də, hardasa bunu 1-ə qədər qaldıra bilirik. Yox, normaldır, prosta məktəbdə adaptasiya ola bilmir, imtahan qalanı stresi çoxdursa, bunda 500 milliqram vermək məsləhətdir. Yəni, sual ola bilər ki, bunu necə verim? Yəni, bir kapsuldur, bunu açıb, yarı hissəsini qarışdırıb, yəni digərini də ondan sonraki gün istifadə edə bilərsiniz. Sonra nə deyəcəkdim? Burada 3-5 yaşlar var ki, hansı ki, daha aşağı yaş kateqoriyaları. Əlbəttə ki, burada da 3-5 yaşlı uşaqlara vermək olur. Lakin artıq bunları pediatrlar, diyetolog, nutrisiologlar təyin edir. Yenə burada da baxır, haradasa uşağın elədiyi hərəkətlərə və yaxud da çox hiperaktivdirsə də, yuxusu demək olar ki, yoxdursa da, orada da aşağı çox doza ilə tətbiq etmək olur. Lakin artıq 12-14 yaşdan sonra, yəni bunu biz böyüklər kimi normal dozada əlbəttə ki, verə bilərik. Elmi əsaslara gəldikdə, hardasa bir həftədir ki, elmi araşdırmalarla maraqlanıram və demək olar ki, nevroloji araşdırmalarda glitinin heç bir fəsadı, yəni artıq qəbulu yoxdur və daha bədəndə yaxşı effektliliyi haqqında çox məqalələr oxudum və bir dənə məqalədə isə belə bir şey yazılmışdı ki, hətta qan təzyiqindən əziyyət çəkən bir qrup insana veriblər və bunların təzyiqlərinin, hormonların normaya düşməsi müşahidə olunubdur və müxtəlif pediatrik
araşdırmalar var ki, hansı ki bunlar Rusiya praktikasında aparılıbdır və bunlarda da həmin bu 5-10 yaşlı uşaqlarda daha yaxşı yuxu keyfiyyətinin 60%-ə qədər artdığını müşahidə ediblər və bundan əlavə də davranış gərginliyinin azalması görülübdür. Yenə deyirəm, 5-10 yaşlı uşaqlara tövsiyə olunur. Burada qrama fikir verilməlidir. Maksimum 500 milliqrama qədər vermək olar. Bilirik ki, bəzi qida əlavələridir, vitaminə bənzər maddələrdir, yağ turşulardır. Yəni nə qədər gördüyümüz qida əlavələri varsa da, onun bəzən olur ki, toksikliyi də olur. Hansı ki, digər təlimlərdə də demişəm ki, məsəl üçün bu toksik ola bilər. Bundan məsələn maksimum 1 ay içib 2 ay fasilə verilməlidir. Bir də ola bilir ki, hansısa bir prosesdə bu təhlükə yarada bilir ki, hansı ki glitində bu proses necə gedir? Glitin tamamilə toksik olmayan bir amin turşudur. Yəni bunun heç bir toksikliyi yoxdur. Əgər biz glitini, yəni artıq qəbul ediriksə də, yəni bunun artıq miqdarı bizim sidiklə xaric oluna bilən bir amin turşusudur. Bir də ola bilər bəzilərinizdə belə bir sual da yarana bilər ki, yəni bu amin turşusudur, mədədə olan problemli insanlar, yəni heç bir mədədə olan problemli insana heç bir əks təsiri yoxdur. Çünki glitsinin əsas funksiyasından biri də mədə turşuluğunda mədədə olan o balansı, yəni pH balansını balanslaşdırmaqdır. Yəni ona görə də burada mədədən əziyyət çəkənlərə, mədə turşuluğu çox olanlara da çox ideal bir qida əlavəsidir. Və yenə deyirəm, toksikliyi yoxdur. Tədqiqatlarda da dəfələrlə qeyd olunubdur. 3 qrama qədər doza belə, yəni 3 qram deyəndə burada 3000 milliqramdan söhbət gedir ki, hansı ki heç bir yan təsir yaratmayıbdır. Uyğun bir hal olubdur ki, ola bilir ki, biraz yüngül baş gicəllənmə verir. Yəni o da belə deyim, bir faizi, bir də mədədə biraz dolğunluq yarada bilir. Uşaqlara da təhlükəsizlik hamilələr də qəbul edə bilər. Ümumiyyətlə sintetik deyil, təbii bir amin turşusudur. Hamilələrə gəldikdə bəli, burada qeyd eləmişəm, lakin burada da milliqram çox önəmlidir. Burada da 600 mini keçməmək şərti ilə hamilələrə tövsiyə edirik. Ümumi belə deyim, glitin ümumiyyətlə bir unikal bir amin turşusudur. Çünki çox sadə olduğu üçün onun funksiyası çoxdur, həddindən artıq çoxdur. Və burada da şəkildə gördüyümüz kimi glitinin ümumiyyətlə bir sadə molekul olsa da unikal bir amin turşusu. Burada da bax şəkildə də qoymuşam. Glitin neyini? Glitin ilk olaraq bizim sinir sistemimizi bərpa edir, immunitetimizi bərkidir, kollagenin sintezində iştirak edir, hemoqlobinin sintezində iştirak edir. Ən əsası glutationun tərkib hissəsidir. Bizim qan şəkərimizi sabit saxlayır, bədəndə olan pH balansını normallaşdırır və bilirik ki, son zamanlarda insanların ən çox şikayət elədiyi bu bədəndə olan turşuluqdur. Yəni bu balans pozulmalıdır ki, hansı ki bu həyat tərzimizdən irəli gəlir, yediyimiz qidalardan irəli gəlir, işlənmiş məhsuldan və onun pH balansımızı bizim bədənimizdə normallaşdırır. Və bundan əlavə demək olar ki, bizim toksinlərimizin bədəndən çıxmasına bizim glitinə ehtiyacımız var. Və bunu da demək istərdim ki, sonunda demək glitin ümumi olaraq yəni təkcə praktika aparılmayıbdır bu glitin haqqında. Ümumi həm praktiki olub, həm elmi demək araşdırmalar sübut edibdir ki, glitin bizim bədənimizdə lazım olan bir amin turşusudur. Çox sadədir, lakin glitin olmazsa olmazın bir maddədir. O hüceyrə səviyyəsində ümumiyyətlə sabitlik yaradır. Yəni bir taraz yaradır. Əgər hardasa bir balans pozulubsa da o tarazlığı bədəndə stimullaşdırır və bizim bütün bədənimizin enerjisi, sağlamlığı məhz bu amin turşusundan asılıdır. Və sual da ola bilər ki, əgər məsəl üçün bədənimizdə bizim glitin yetərincə sintez olunursa da, bəs biz bunu niyə içməliyik? Baxın, glitin bəli bizim bədənimizdə sintez olur. Yəni özü özünü yəni sintez olunandır. Lakin
bizim həyat tərzimiz, bizim yaşadığımız son yəni vəziyyətimiz, yəni o glitin bizə yetmir. Məsəl üçün, əgər biz ə, istər-istəməz biraz nəyisə əsəbləşmişiksə də, dərimizdə biraz kollagenin azaldığını hiss ediriksə də, normal yuxu yatmırıqsa da, demək burada bu bir siqnaldır ki, və yaxud da yaddaşımızda bir pozğunluq varsa da, maddələr mübadiləsiz zəifləyibdir, toksinləri ata bilmirik, glutasionun səviyyəsi aşağı düşübsə də, demək burada bizim glitinə ehtiyacımız var. Yəni burada mənim əsas deməkdə məqsədim ondan ibarətdir ki, ümumi olaraq glitin özü bədənimizdə sintez olunandır, lakin onun bizim bədənimizə çox az sintez olunur. Yəni bizim bu həyat tərzimizlə bizim bədənimizə yetmir. Və mənə bir nutrisiolog, biokimyaçı kimi sual verə bilərsiniz. Hər kəs mi içməlidir? Mən bir ixtisasca olaraq sizə məsləhət görərdim ki, əgər istəyiriksə də bədənimiz çox sağlam olsun və heç bir bu proseslərdə əziyyət çəkməyək, bəli, glitin içilməlidir. Yenə deyirəm, hal-hazırda, yəni bunun şirkətdə, yəni inşallah satışa çıxmağı bizim üçün çox müsbətdir ki, çünki bu elə bir amin turşusudur ki, bizim buna gündəlik ehtiyacımız var və yenə deyirəm, heç bir toksiklik bədəndə yaratmır. Yəni milliqram düz seçilərsə də və yaxud da yuxudan əvvəl artıq içilərsə də, yəni bunun heç bir toksikliyini biz müşahidə etməmişik. Yəni bunu tədqiqatlarla dəfələrlə də sübut edibdir. Ə, Və sonda bunu demək istərdim ki, hörmətli əməkdaşlar, ə, glitin çox sadə bir amin turşusudur, lakin hər kəs bunu qəbul etməlidir ki, sağlam həyat tərzi sürsün, sağlam ruha, sağlam bədənə sahib olsun. Ümid edirəm faydalı təlim oldu. Hər biriniz mənə ayırdığınız vaxt üçün hər birinizə təşəkkür edirəm. Ə, İnşallah gələn həftə görüşmək ümidi ilə.